Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan qadınlarının 4-cü qurultayına hazırlıq mərhələsində Sumqayıt şəhər Qadınlarının Konfransı Tarix Muzeyində keçirildi. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ergin Habullayev konfrans iştirakçılarını salamlayaraq vurğuladı ki, Azərbaycan qadını əsrlər boyu cəmiyyətimizin həyatında müstəsna rol oynayıb. Qədim rəvət və dastanlarımızda müdrik və gözəl qadın obrazlarının bədii təsviri verilib. Kitab-ı Dədə Qorqudun qadın surətləri bugünə qədər mətinliyin, böyük iradənin və mərdliyin parlaq rəmzi sayılır. Azərbaycan tarixinin bütün dövrlərində böyük fitri istedada, dərin zəkaya, möhkəm iradəyə malik şair, hökmdar, döyüşçü qadınlar fəaliyyət göstəriblər. Hələ orta əsrlərdə Məsədi Gəncəvinin şeiri məclisləri Azərbaycan qadının adını uzaq ellərdə tanıdı. Dahi Nizami öz xəmsəsində Şirin və Məhinbanu, Fitnə və Nüşabə kimi ölməz qadın obrazları yaradıbdır. Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafına misilsiz rol oynayıblar. Həqiqətən bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür. 19-cu əsrdən Azərbaycanda baş verən ictimai-siyasi proseslər neft sənayesinin sürətli inkişafı, qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına da güclü təkan verdi. Dünyəvi teatr, demokratik mətbuat, ana dilli məktəb Azərbaycan qadınlarının hər tərəfli inkişafı üçün yeni üfüqlər açdı. Tariximizdə ilk dəfə olaraq qadınlara seçib seçilmək hüququ verildi. Qadın demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etməyə başladı. Tədbirdə digər çıxış edənlər söylədilər ki, Azərbaycan qadınları arasında Sumqayıt qadınları özünə məxsus yer tutur. Sumqayıtın bünövrəsini öz əməyi ilə yoğuran Sumqayıt qadınları icra başçısı tərəfindən hər tərəfli diqqət və qayğı mərkəzindədir. Mədəni irsimizin və milli dəyərlərimizin qorunmasında qadınların xüsusi rolu vardır. Həmçinin bildirildi ki, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və digər sahələrdə yeni layihələr hazırlanır və bu layihələrin əsas iştirakçıları da məhz qadınlardır. Konfransın sonunda Azərbaycan qadınlarının 4-cü qurultayına nümayəndələr seçildi. Ülkər Səxavət qızı Elbrus İsmailov, Dünya TV.